Amerika Birləşmiş Ştatlarının yeni milli təhlükəsizlik strategiyası Rusiya prezidenti Vladimir Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransının çıxışına gecikmiş cavab kimi qiymətləndirib. Bu barədə İsveçrənin New Zürich Zeitung qəzeti məlumat yayıb. Nəşrin yaydığına görə ABŞ prezidenti Donald Trump administrasiyası tərəfindən təsdiqlənən strategiya Putinin çoxqütblü dünya konsepsiyasına yaxın mövqeləri əks etdirir. Qəzet bildirir ki, sənəd Kremlin əsas tələblərindən bəzilərini, o cümlədən NATO'nun qeyri-müəyyən müddətə genişlənməsinin dayandırılmasını faktiki olaraq qəbul edir. Xatırladım ki, Vladimir Putin Münhen konfransındakı çıxışında Qərbin bir qütblü dünya qurmaq təşəbbüslərini tənqid etmiş, NATO'nun şərqə doğru genişlənməsinin təhlükəli nəticələrə gətirib çıxara biləcəyini vurğulamışdı. O zaman Rusiya liderləri çoxqütblülüyün beynəlxalq təhlükəsizliyi üçün əsas prinsip olduğunu bəyan eləmişdi.